Hər vaxtınız xeyir. Bugün maliyyə dünyasının ən böyük, ən əbədi suallarından birinə cavab axtarırıq. Pulumuzu hara qoymalıyıq? Daşınmaz əmlaka, yəni başımızı soxacağımız bir evə, yoxsa səhim bazarına? Bu, sadəcə bir investisiya seçimi deyil, bu, bizim gələcəyimizi formalaşdıran bir qərardır. Gəlin birlikdə bu çətin sualın dərinliklərinə enək. Yaxşı, gəlin vaxt itirmədən başlayaq. İlk dayanacağımız daşınmaz əmlakdır. Bilirsiniz, o əlimizlə toxuna bildiyimiz, divarları arasında yaşadığımız, mənim evim dediyimiz o konkret sərvət. Görəsən, onun cazibəsi nədədir? Bilirsiniz, bir çoxumuz üçün ev almaq sadəcə pul yatırmaq deyil, elə deyilmi? Bu, bir növ sabitlik, təhlükəsizlik hissi deməkdir. Sanki həyatda öz kiçik qalanızı, öz imperatorluğunuzu qurursunuz. Bunun psixoloji tərəfi əlbəttə çox güclüdür. Amma bu isti, emosional tərəfdən başqa, daşınmaz əmlakın bir də gizli, maliyyə, super gücü var. Bəli, super güc. Adı da leverage-dir. Və inanın mənə, bu tək bir söz sərvət yaratma oyununun bütün qaydalarını dəyişir. Yaxşı, bəs nədir bu leverage? Çox sadə dildə desək, bu, başqasının pulu ilə, yəni bankın pulu ilə öz gəlirinizi qat-qat artırmaq sənətidir. Bir növ maliyyə sehirbazlığı kimidir. Gəlin sizə konkret bir misalla göstərim, necə işləyir. Baxın, fərqə bir baxın. Səhmlərə 100 min dollar qoydunuzsa, sizin 100 min dollarlıq aktiviniz var. Birə bir. Amma daşınmaz əmlakda həmin 100 min dollarla, məsələn, 500 min dollarlıq bir evə nəzarət edirsiniz. Ən gözəli də odur ki, o 500 minliyin evin bütün dəyər artımı sizin olur. Yalnız qoyduğunuz 100 minin yox, bütün evin. Bu, leverage-in gücüdür. Və bu hələ hamısı deyil. Tanınmış investor Dave Ramsey deyir ki, daşınmaz əmlak sizə 3 fərqli cəbhədən pul qazandırır. Birincisi, evin dəyəri zamanla artır. İkincisi, əgər kirayəyə verirsinizsə, hər ay cibinizə nağd pul axını olur. Və üçüncüsü, vergi güzəştləri. Bu da cibinizdə daha çox pulun qalması deməkdir. 3 qazanc mənbəyi. 1 investisiya. Gəlin bir də bazarların özünə baxaq. Daşınmaz əmlak bazarı, bilirsiniz, biraz qeyri-mükəmməl bazardır. Hər ev fərqlidir, hər sövdələşmə unikaldır. Bu o deməkdir ki, əgər yaxşı axtarsanız, əsil mirvarilər, yəni bazar qiymətindən aşağı evlər tapa bilərsiniz. Səhm bazarı isə mükəmməl bazardır. Hər kəs eyni məlumata sahibdir və gizli endirim tapmaq demək olar ki, mümkün deyil. Məhz bu qeyri-mükəmməllikdir ki, daşınmaz əmlakda təcrübəli investorlara inanılmaz fürsətlər yaradır. Yaxşı, daşınmaz əmlakın gücünü gördük, amma indi gəlin medalın o biri tərəfinə çevirək. Təsəvvür edin ki, sərvət qurursunuz, amma gecə yarısı zəng edən kirayəçi yoxdur, partlayan boru problemi yoxdur, təmir dərdi yoxdur. Mümkündür? Bəli, səhmlərin passiv güc mərkəzinə xoş gəlmisiniz. Çox adam fond bazarını bir qumarxana kimi görür. Bu, tamamilə yanlışdır. Siz burada rulet masasında qırmızıya və ya qaraya pul qoymursunuz. Siz burada Apple, Coca-Cola kimi dünyanın ən nəhəng, ən innovativ şirkətlərinin kiçik bir hissəsinə sahib olursunuz. Siz onların gələcəkdəki uğuruna, böyüməsinə şərik çıxırsınız. Gəlin emosiyaları bir kənara qoyub, soyuq rəqəmlərə baxaq. Tarix bizə nə deyir? Baxın, orta hesabla S&P 500 indeksi, yəni Amerikanın ən böyük 500 şirkəti illik təxminən 10% gəlir gətirib. Daşınmaz əmlak isə təxminən 4%. Bu, hər il üçün 6% fərq deməkdir. İlk baxışdan az görünə bilər, amma uzun müddətli dövrdə bu fərq astronomik rəqəmlərə çevrilir. Və əlbəttə ki, səhmlərin ən böyük üstünlüklərindən biri sadəlikdir. Heç bir əziyyət yoxdur, kirayəçi ilə danışıqlar, təmirçi axtarışı, əmlak vergisinin ödənilməsi, bütün bunları unudun. Səhmlərdə strategiya al və unutdur. Bir kliklə alırsınız, bir kliklə satırsınız. Və eyni anda yüzlərlə fərqli şirkətə sahib olaraq risklərinizi də asanlıqla bölüşdürə bilirsiniz. Və səhmlərin əsl sehrinin başladığı yer mürəkkəb faizdir. Buna dünyanın 8-ci möcüzəsi də deyirlər. Necə işləyir? Çox sadə. Sizin pulunuz pul qazanır, sonra da o qazanılan pul da sizin üçün pul qazanmağa başlayır. Kiçik bir qar dənəsi kimi başlayır, amma təpədən aşağı yuvarlandıqca nəhəng bir qar topuna çevrilir. Yaxşı, bura qədər hər şey aydın görsənir, elə deyilmi? Daşınmaz əmlak və leverage bir tərəfdə, səhmlər və sadəlik o biri tərəfdə.
Amma hekayənin bir də gözə görünməyən tərəfi var və çox vaxt ən vacib olan da məhz o gözə görünməyənlərdir. Maliyyə eksperti Ramit Sethi deyir ki, insanlar ev alanda həyatlarının ən böyük alış-verişini edirlər. Amma çox vaxt xəyali xərcləri nəzərə almırlar. Gəlin bu xəyali xərclərin nə olduğuna baxaq. Çünki onlar sizin qazancınızı gizlicə yeyib bitirə bilər. Nələrdir bu xərclər? Baxın, sizin hər ay ödədiyiniz ipoteka krediti var, düzdür. Amma bu, buzdağının sadəcə görünən hissəsidir. Bir də var əmlak vergisi, sığorta, təmir xərcləri, soyuducu xarab oldu, damaqdır. Bütün bunlar sizin cibinizdən çıxır. Və əlbəttə, evi alarkən və satarkən ödədiyiniz rüsumlar. Bunları toplayanda heç də kiçik bir məbləğ etmir. Və o siyahıdakı son bənd var idi, ipotekanın başlanğıcındakı faiz yükü. Gəlin bunun nə demək olduğunu anlamaq üçün ipoteka kreditinin iç üzünə baxaq. İndi isə diqqətlə baxın. Bu, tipik bir ipoteka kreditinin ilk ödənişinin bölgüsüdür. Gördüyünüz o böyük 88 faizli hissə, o sizin evinizə getmir. O, birbaşa bankın cibinə gedir faiz olaraq. Yalnız kiçik 12 faizli hissə sizin əsas borcunuzu azaldır. Bəli, ilk illərdə siz əslində ev almırsınız. Siz banka faiz ödəyirsiniz. Və bütün 30 ilin sonunda mənzərə necə olur? 400 min dollarlıq bir ev üçün siz əlavə olaraq 558 min dollarda banka faiz ödəyirsiniz. Bəli, düz eşitdiniz. Evin öz qiymətindən daha çoxunu faizə verirsiniz. Bu rəqəm həqiqətən də adamı düşündürür. Amma gəlin ədalətli olaq. Səhmlər də mələk deyil. Onların da öz gizli reallığı var. Bayaq dediyimiz o 10%lik orta gəlir var ha, o hər il sabit şəkildə 10% qazanacağınız demək deyil. Bazar dəyişkəndir. Bəzi illər 20% qazana bilərsiniz, bəzi illər isə 15% itilə bilərsiniz. Bu bir növ emosional bir Amerikan təpəcikləri kimidir. Enişlərə dözmək üçün polad kimi əsəblər lazımdır. Yaxşı, hər iki tərəfin də müsbət və mənfi cəhətlərini gördük. İndi ən vacib sual gəlir. Bəs siz nə etməlisiniz? Hansı yol sizin üçündür? Gəlin indi bu qərarı verməyinizə kömək edəcək bir çərçivəyə baxaq. Baxın, burada söhbət hansının daha yaxşı olduğundan getmir. Çünki bunun tək bir doğru cavabı yoxdur. Söhbət hansı investisiya növünün sizin həyat tərzinizə, xarakterinizə və məqsədlərinizə daha çox uyğun gəlməsindən gedir. Bu bir riyaziyyat məsələsi deyil, bu bir həyat tərzi seçimidir. Özünüzə verəcəyiniz ilk və bəlkə də ən vacib sual budur. Mən nə qədər əziyyətə qatlanmağa hazıram? Ev sahibi olmaq aktiv bir işdir. Kirayəçi, təmir, vergilər, bütün bunlarla məşğul olmaq istəyirsiniz? Yoxsa pulunuzun sizin üçün passiv şəkildə işləməsini, al və unut rahatlığını üstün tutursunuz? Cavabınızda səmimi olun. İkinci sual. Sizin üçün nə daha vacibdir? Hər şeyə özünüzün nəzarət etməsi, investisiyanızın hər detalını bilmək, yoxsa sadəlik, yəni işləri mütəxəssislərə həvalə edib arxanıza yaslanmaq? Nəzarət yoxsa sadəlik, bu seçim sizin investor kimi kimliyinizi müəyyən edir. Və nəhayət, son və ən fundamental sual. Sizin əsas məqsədiniz nədir? Sadəcə sərvət qurmaq, yoxsa zəngin bir həyat yaşamaq? Və sizin üçün zəngin həyat nə anlama gəlir? Ailənizlə birlikdə hər küncünü sevdiyiniz bir evdə sabitlik tapmaqdır. Yoxsa maliyyə azadlığına çatıb, istədiyiniz zaman dünyanı səyahət etməkdir. Unutmayın, ən yaxşı maliyyə qərarı kağız üzərində ən çox gəlir gətirən deyil, sizi arzuladığınız həyata aparan qərardır.